Deməli, biz bundan əvvəlki dərsimizdə e, mühasibat bərabərlik düsturu haqqında, onun elementlər haqqında və bu elementlərin hesablar haqqında məlumat verdik. Bugün isə bizim sırf dərsimiz məsələ həlli haqqında olacaqdır. Yəni, məsələnin həlli olacaqdır. İlk öncə görək ki, bizim burada ekranda görürük ki, bizim bir 12 gedişli məsələmiz var. Fərz edək ki, müəssisədə aşağıdakı əməliyyatlar baş verir. İlk öncə birinci görək, birinci olaraq nə baş veribdir? Müəssisə nizamnama kapitalı olaraq 5 manatına işə başlayıbdır. Biz bu cədvəlimizdən bilirik ki, keçən dəfə keçdiyimiz cədvəldən bilirik ki, burada aktiv hesablar bərabərdir pasiv hesablara, passivlərin üçün öhdəlik və kapital hesabları vardır. Kapital hesabların özü də bərabər nizamlama kapital üstədə gəlir, çıx xərc, çıx dividend. Və bu bizim maliyyə bərabərliyi düsturumuz idi. Və biz bildik ki, bunun da hesabları bunlar idi. İlk öncə məsələdən göründüyü kimi, müəssisə nizamnama kapitalı 5 manatını işə başlayır. Nə deməkdir? Biz nəyə sahib olduq? Bizdə nə artır? Pulumuz artır. Yəni, bizim pulumuz artır. Yoxsa pul vəsaitimiz artır. Həmin an deməli nəyə sahib olduq? Nə artdı? Pul vəsaiti artdı. Biz həmin an nə edəcəyik? Gələcəyik, burada bax, bizim məsələ həlli cədvəlimiz var. Bura aktiv hesab olduğuna görə aktivə yazdıq pul vəsaiti. Məsələdə nə qədər gördük? 5000 manat. 5 manat pul vəsaiti yazdıq. Yadda saxlayın, məsələ həllində minimum 2 hesab olmalıdır. Tək hesab olmaz. Yəni, birini qeyd elərimizə, digərini qeyd eləməyim lazımdır. Yaxşı, mənbə hardan artdı? Öz kapitalımın, yəni nizamlama kapitalının hesabına. Nizamlama kapitalı hansı hesab edir? Biz bilirik ki, o kapital hesabı. Görürsünüz. Həm də öyrəşirik ki, burada kapital hesabı burada. Gəlib burada eyni məbləğ qədər buna da 5000 yazırıq. Artıq bizim birinci mərhələ, yəni birinci əməliyyatımız yekunlaşdı. Keçirik ikinci əməliyyata. Təhsil tərəfindən borc müqaviləsi ilə 15 manat əlavə pul qoyuluş edilibdir. Yenə nə artdı, nəyə sahib oldum? Yenə mənim pulum artdı. Pula sahib oldum. Yenə yazacağım 15.000 manat. Çünki aktiv bizdə nəyə göstərdi? Aktiv bizim sahib olduqlarımızı göstərdi və sahib olduqlarımızın müxtəlif təsnifatlar üzrə bölgüsü və istifadəsini nəzərdə tuturdu. Burada nə elədik? Yaxşı, mənbə hardandır? Hardan? Çünki biri yazmışamsa bunu, bir cütün də, minimum birini də yazmaq lazımdır. Yaxşı, hardan əldə elədim? Hardan artdı bu? 15.000 pul hardan artdı? Təsisçi borcu hesabına. Təsisçi borcu biz bilirik ki, təsisçi borcu olan ki, bizim nəyimiz yaranır? Öhdəliyimiz yaranır. Yazırıq təsisçidən borc. Siz demə, bu tip məsələ həll eləyən zaman çalışın ki, bununla işləyəsiniz. Eyni sətirdən yazırıq. Və eyni məbləğ qədər yazırıq. Birini 14.000, 5.000 və birini 5.000, birini 4.000 yaza bilməz. Eyni məbləğ qədər yazarsınız. Sonra keçdik üçüncüyə. Gözü fikir versə, bunlar ard-arda yazmışam ki, fərqin başa düşəsiniz. Demək, təsisçidən borc alırsa, müəssisə öz təsisçisindən, yəni şirkətin sahibindən borc müqaviləsi əsasında pul ala bilər. Buna deyilə təsisçi borcu. İndi fikirləşək ki, bankdan alır. Bankdan alanda nə qədər? 20.000 manat kredit alır. Yenə nəyim artdı, nəyə sahib oldum? Yenə eyni qaydada pulum artdı. Sadəcə 20.000. Yaxşı, hardan artdı? Bankdan götürülən pulun hesabına. Bankdan götürülən pulun adına bank krediti deyirlər. Gördünüz mü? Burada nə qədərdir? 20.000 manatdır. Burada yazacağım bank krediti. Yenə 20.000 manat. Versiniz, davam edin. Bərabərdir bir-birinə. Sonra keçdim üçüncüyə. Digər şirkətdən 2 manat borc aldı. Birincisi öz təsisçidən aldı 15.000. İkinci bankdan aldı. Üçüncüsü də bir müəssisə digər müəssisədən borc aldı. Bir müəssisə digər müəssisə yenə borc, yenə öhdəlik yaranır.
Fərqi nə olur? Ona da deyirlər alınmış borc. Gördünüz? Həm alınmış borc öhdəliyi yaranır, həm bankret yaranır, həm təhsil. Hər üçü öhdəlikdir, sadəcə adları fərqlidir. Orada yazdım, buraya yazdım alınmış borc. Sadəcə yenə nəyə sahib oldum? 2000 manat pulum artdı. Eyni məbləğ burada. Gördünüz, bərabər. Bərabərlik qorunur, tərazlıq qorunur. Ya aktivlər bərabərdir bu pasiv hissəyə. Pasiv hissəyə də demişdik ki, öhdəlik, kapital, gəlir, xərc, dividend daxildir. Sonra keçdik təkrar. Nəqd olaraq ümumi dəyəri 4000 manat olan mal kompüterlə alınır. Nəqd. Biz keçən dəfə dedik ki, pul verib nəqd mal alırıqsa, pul verib nəqd avadanlıq alırıqsa, pulu avansa veririksə, pulu başqa müəssisəyə borc veririksə, bunun hamısı aktivlərin yer dəyişməsi əməliyyatıdır və istifadə ilə bağlıdır. Və bu zamanda pasiv hissəyə heç bir təsir eləməyəcəkdir. Bu nəyə bənzəyir? Mənim nəqd pul faydalım 4000 azalır, mən onun müqabilində 4000 manatlıq mal kompüter faydalığım artır. Yenə nəyə artdım? Nəyə sahib oldum? Mala sahib oldum. Mən buna adını qoyacağım mal ambarı və ya ticarət mal ambarı. Elə mal ambarı qoyaq geçsin qısa formada. Nə qədər? 4000 manat. Hardan əldə elədim bu 4000 manatı? Nəqd aldım. Nəqd aldım. Burada bax, bunda da pul vəsaitim artıb. Bunda da artıb, bunda da artıb, bunda da. Ancaq mal alanda nəqd pulum azaldığıma görə, eləmi? Mənim nəqd pulum azalır. Burada pul vəsait artması müsbət verdiyim kimi, burada da pul vəsaitim azaldığına görə pul vəsaitin azalmasını mənfi ilə verəcəm. Yəni verəcəm mənfi 4000. Bu cür. Gördünüz? Mənfi 4000. Gördünüz? Bu da öz-özlüyündə sıfırdır. Niyə? Həm bir şey müsbət əlavə edib və onun mənfisini də həm bir şey eyni məbləğ qədər əlavə edib çıxsam bir şey dəyişmir. Gördünüz, bu hissənin heç birinə təsir eləmədi. Ancaq bu əməliyyatlarda, məsəl üçün, nizamlama kapital əməliyyatlarında aktivlə kapital arasında baş verdi. Təsisçi borcudur, bank kredit alınmış borclarla isə hesabın əlaqələndirilməsi pul vəsaiti vasitəsilə baş verdi. Biz bu əlaqələmə, indi əlaqələmə deyirik. Biz növbət dərsdə biz müqabiləşmə dərs keçəcəyik. O zaman onlar müqabiləşmə deyəcək. Demək, nəqd aldı. Sonra deyir ki, kreditə yenə nə edibdir? 5000 manatlıq mal kompüteri alınıb. Yenə. Baxın. Bunu nəqd almışdı. Bunu krediti alıb. Biz krediti alanda, bunun qabağına kompüter deyəcəm. Məsəl. Kompüter. Yəni, kompüter alıbdır. Və sabah üçün ola bilər ki, telefon ambarı olsun. Mən yenə nəyimi artdı? Mən ambarımda nəyimi artdı? 5000 manatlıq kompüter mi aldı? Və yaxud nəyə sahib oldu? 5 manatlıq kompüteri. Ancaq mən bunu nəqd pulundan almadım. Krediti aldım. Krediti alanda öhdəliyim istənilən variantda artır. Mal və xidmət krediti alanda ona kreditor borc deyirlər. Mən buraya yazacağım kreditor borc. Nə qədər? 5 manat. Bununla bunun fərqi nə oldu? Bu əməl. Fərqi oldu ki, hər ikisində aktivim artdı. Birində nəqd pulla aldığıma görə pul vəsaitin mənfi yazılış azaldım, artırdım bu aktivimi. Bunda isə elə yenə sahib oldum, sadəcə öhdəliyim artdı. Sonra keçdik bu kompüterlər. Hansı kompüterlər? Bax, 4000 bir dəfə alıb, 5000 də bir dəfə. Elib 9000. Yəni, ambarında 9000'lik malı var. Bu kompüterlərin
3500 manatlıq hissəsi 10.000 manata satılıb və bu məbləğin də 3500 manatlıq hissəsi nəqd ödənilir. Nə demək? Bu deməkdir ki, bu əməliyyatı 3 dənə alt yerə böləcəyik. Birincisi, bu kompüter 3500 manatlıq hissəsi satılıb. Bu hissə. Nə deməkdir? Yəni, mən ilk öncə ambardan 3500 manatlıq malı çıxartmalıyım. Burada mənim malım neyiniyib? Artıbdır. Ambarda mal satan nə olur? Malım azalır. Malı azaltmağın yolu nədir? Onu mənfi yazılış vermək. Mən ona verirəm 3500. Dedi ki, ambarda malın çıxışı xərc sayılır. Biz o nədir vermişdik? Mal xərci. Mal xərci. Və qısa adı ilə nə demişdik? Demişdik ki, qısa adına satılan məhsulun maya dəyər, SMM-dir. Nə qədər? 3500. Bunun qabağına mənfi yazmağa ehtiyac yoxdur, yoldaşlar. Səbəb nədir? Çünki bunun qabağının özündən əvvəl mənfisi var. Ehtiyac yoxdur. Bu birinci hissəsi. Ancaq 3500 manatlıq ambardan mal çıxıb. Siz 3500 bir telefon satmışsınız, kompüter satmışsınız. Ona görə qarşı tərəfsə 10.000 manat verməlidir. Ancaq deyir ki, mən onun 3500 manatını nəqd ödəyim. Deyir ki, 6500 sonra verəcəm. 6500 sonra vermək nə deməkdir? Bu deməkdir ki, bizim alacağımız yaranır. Alacağı nə deyirlər? Debitor borc. Ancaq gəlirimiz yenə 10.000 manat. Niyə? Hesablama metodu üzrə gəlir anlayışı nə daxil idi? Debitor borc, üstə gəl pul vəsaiti. Burada eyni anda yazacağıq ki, bir yerdə yazacağıq. Yazacağıq ki, pul vəsaiti 3500 və digər tərəfdə nəyəm artmışdı? Debitor borcum. Debitor borc hansı hesabdır? Biz bilirik ki, debitor borcumuz da bizim aktiv hesabımızdır. Və gəldi, burada debitor borca da 6500 yazdıq. Adı nədir? Biz nə ilə bağlı əldə elədik 10.000 manatı? 10.000 manatı biz əldə elədik mal gəliri ilə bağlı. Biz o gəlir hesabında, o gəlir hesabı ilə bağlıdır, maldan gəlir yazacaq. Və onu da bu sütunda yazacaq. 10.000 manat. Deyə bilərdiniz ki, müəllim, bəlkə hamısını desəydi nəqd daxil olsa, o zaman bu hesab olmayacaq. Hamısı nəqd olsaydı, belə olacaq. Hamısı nəqd olsaydı. Yox, hamısı debitor borcum olsaydı, hamısı debitor borcum, bu belə olacaq. Yarı debitor, yarı da pul vəsaiti olduğuna görə, ona görə yəni bizim bu əməliyyatımız bu cür formalarda olacaqdır. Gördünüz, burada artıq 3 dənə hesab iştirak elədi. Sonra keçdik, göstərdiyi xidmətə görə 2000 manat gəlir əldə edir və onun 1500 manatlıq hissəsi nəqd edilir. Bu da eyni qaydadadır. Yenə, sadəcə fərqi nədir? Fərqi odur ki, mən yenə buna gəlir hesabıdır, sadəcə mal gəliri yazmışam. Mən xidmətdən gəlir yazıram və xidmət gəlir yazıram. Xidmətdən gəlir. Nə qədər? 2000 manat. Və deyir ki, onun 1500 manatlıq hissəsi nəqd ödənilib. Demək, 1500 manatlıq hissəsi nəqd ödənilibdirsə, demək, 500 manatı debitor borcdur. 1500 manatlıq hissəsi nəqd ödənilir. Burada qalıb 500 manatlı debitor borcdur. Gördünüz, hər ikisində həm mal satışı əməliyyatında, həm də xidmət satışı əməliyyatında, yəni hər ikisində yəni gəlir anlayışı nəyə bərabər oldu? Pul vəsaiti üstəcə debitor borc. Yəni qısacası biz məsələni hesablama metodu ilə həll edirik. Sonra işçi heyəti üzrə 1500 manat əmək haqqı hesablanıb və bunun 1000 manatlıq hissəsi ödənilibdir. Biz hesablama metodunu keçəndə demişdik ki, hesablama metodunun gəlirə yanaşması ondan ibarət edir ki,
O pul daxil olmasa belə debitor bizim öncədən gəlirimiz hesab edilir. Və xərcə də yanaşması ondan ibarət idi ki, biz həmin an bizdən pul çıxmasa belə, biz onu planladığımıza görə, mütləq ödəməli olduğumuza görə biz onu öncədən xərc kimi tanıyacağıq. Yəni, əməliyyatın baş verdiyi tarixi əsas götürəcəyik. Yoxsa pulun çıxış və giriş tarixini yox. Deməli, 1500 manat əmək haqqı hesablanıb və ödənilibdir. Gördünüz, 2 dənədir. Əgər desəydi ki, hesablanıb, ilk öncə buna baxaq. 1500 manat əmək haqqı hesab. Demək, 2 hesab lazım bizə. Əmək haqqı xərci, əmək haqqı öhdəliyi. Qısacası yazır, əmək haqqı öhdəliyi. Bir də yaradırıq əmək haqqı xərci. Hər birində nə qədərdir? Hər birində 1500 manat. 1500 manat. Fikir verirsiniz, burada əmək haqqı öhdəlik 1500-dür, burada əmək haqqı xərci 1500-dür. Bu əmək haqqı xərcinin qabağında minus olduğuna görə, bu deməkdir ki, elə 1500 çıxsın 1500 öz-özlüyündə sıfırdır. Əgər məsələnin şərtində olmasaydı, bax bu hissə olmasaydı, belə olsaydı, hissə heyəti üzrə 1500 manat əmək haqqı hesablanır. Biz o zaman məsələni burada, bu hissəni birdən yazacaqdıq, qalan davam elətdirməyəcəkdik. Ehtiyac yoxdur. Ancaq qalanda varsa ki, ödənilib, biz ödənilib, nəylə ödənilib? Pulla ödənilib. Nə edəcəkdik? Biz pulu azaltmağımız lazım idi. Bizdən pul çıxanda 1500 manat. 1500 1000 manat. 1000 manat pul çıxanda pulumuz azaldı. Azaldılan pul hara getdi? Öhdəliyimizin azalmasına. Bax bura. Çünki niyə? Xərci biz öncədən yaratdığımıza görə onu təşkilən bizim burada yaratmağımıza ehtiyac yoxdur. Gördünüz? Desəydi ki, yaxşı, tam məbləğdə ödənilib, tam məbləğdə olsaydı, bu da olacaqdı 1500, bu da olacaqdı 1500. Yəni, dolar yoluna ikisi də 1500 olsaydı, bunlar öz-özlüyündə sıfır demək. Çünki mənfi 1500, müsbət 1500, sıfır deməkdir. Yəni, bundan bu hesab qalacaq. Sadəcə tam ödənilmədiyinə görə, o deməkdir ki, bizim bu ikisinin, yəni nəticə etibarına baxır, 500 öhdəliyim qalıb, 1000 manatını da ödəyirəm. Hətta buradan da, bax, bu üçün birlikdə toplayanda 1500 və bundan bu öz-özlüyündə sıfırdır. Çünki bunun qabağında mənfi var, düsturumuz üzrə. Bu da öz-özlüyündə mənfi demək. Yəni, hətta biz bunu götürüb bərabərliyin bu tərəfini adlatsaq belə, bu əks işarəni keçəndə müsbət keçəcək. Mənfi 1000 müsbət, yəni sıfır. Yəni, bərabərliyimiz pozulur. Kreditə 5000 manat dəyərində avadanlıq. Baxın, yoldaşlar, burada da kreditə dediyim. Burada da kreditə dediyim. Sadəcə bunu mal kimi qeyd eləməyəcək. Əgər biz bir şeyi müəssisənin istifadəsi üçün alırıqsa, bu olur avadanlıq mahiyyətində. Hətta kompüter olsa bile. Yox, biz onu alırıqsa satmaq üçün bu olur mal ambarı mahiyyətində, yəni mal mahiyyətində. Ona görə biz bunu öz istifadəmiz üçün aldığımıza görə biz buna, yəni adətən ona avadanlıq mahiyyətində olur. Yenəcək 5000 manat. Nəyə sahib oldu? Nəyin artdı? 5000 manatlıq avadanlığım artdı. Bax, biz buradan da görürük ki, bizim nəyimiz, avadanlıq hesabımız aktiv hesabımızdır. 5 manat avadanlığım artdı. Yaxşı. Hardan artdı? Necə əldə etdi? Mənbə hardandır? Kreditə. Əşya, xidmət və mal, yəni hissəvi ödənişini alanda nə deyirlər? Ona deyirlər kreditor borc. İstənilən halda mənim öhdəliyim artdı. Adını qoyuram kreditor borc. 5000. Növbətdə gəldim. Digər şirkəti 1000 manat borc verildi. Xatırlayırsınızsa, biz burada qeyd eləmişdik, 4-cü yəni punktda qeyd eləmişdik ki,
Digər şirkətdən borc alanda bizim öhdəliyimiz artırdı. Pulumuz artırdı, həm də öhdəliyimiz artırdı. 2000 manat pulumuz artmışdı. Bax, buradakı kimi. Baxın. Buradakı kimi 2000 manat pulumuz artmışdı. Həm almış borcumuz, yəni öhdəliyimiz artırdı. Biz burada borc alan statusundaydı. İndi isə borc verən statusundayıq. Borc verən statusunda olanda bizim öhdəliyimiz yaranmır. Deməli, nə olur? Bizim pulumuz azalır. Pulumuz azalır. Nə qədər azalır? Bizim pulumuz 1000 manat azalır. 1000 manat azalır. Yaxşı, o pul hara gedir? Dedik ki, pul vəsaitlərin bölgüsü istiqamətlərindən biri də nədir? Verilmiş borcdur. Verilmiş borcun özü isə bizim aktivimiz sayılır. Biz artıq verən tərəfik burada. Yəni, borc verən tərəfik. Burada 1000 manat. Yenə bu da sıfırdır. Elbə ki, mən öz cibimdən 1000 manat azaldıram, başqasının cibinə qoyuram, borc formasında ki, o istifadə eləsin. Deyə bilərsin, bəlkə o şəxs qaytarmadı gələcəkdə. Təbii ki, o gələcəkdə qaytarmaz, uzun müddət qaytarmazsa, vergi məcəlləsinin əsasən biz onu xərc kimi silə bilərik. Sonra, axırıncıya keçdik. Deməli, digər 500 manat dividend hesablanıb və ödənilir. Gördüyün hesablanıb və ödənilir. Nə deməkdir? Biz yenə iki hesab lazım. Həm dividend, necə ki, dividendin hesablanması və ödənilməsi də hesablanma metodu əsasındadır. Dividend öhdəliyi 500 manat. Xərc deyil dividend. Dividend ödənişi var. Mən burada yazdım dividend. Bunun da qabağında öz mənfisi var. Ya bunu məsələ həll zamanı ayrıca sütundan yazırıq. Ya da bu dividend ödənişin ikinci variantı odur ki, əlavə sütunu açmasanız, bunu burada yazacağıq. Sadəcə mənfi 500 yazacağıq. Niyə? Bunun qabağında mənfisi var. Elə bil ki, bax buna. Elə bil ki, bunu gətirib qoyacaq bura məsələn. Bunu yanına qoyacaq. Ona görə biz onu mənfini yazırıq. Dividend ödənişi və dividend öhdəliyi. İndi artıq bizim ödəməklər. Yenə pul ödəyəndə nə olur? Mənim pulum azalır. Nə qədər? 500. Hara gedir? Dividend öhdəliyinin sıfırlanmasını. Dividend öhdəliyinin azalma. Yəni, mən dividendi ödəməyə nə demək? Mənim təsisi qarşısında öhdəliyim azalır. Öhdəliyin azalması, burada bu öhdəliyəm artmışdır. Öhdəliyin azalması nəyini ifadə edirəm? Mənfini. Öz-özlüyündə bunlar yox demək. Niyə? Çünki mənfi 500-dür, biri müsbət 500. İndi baxaq, bunların görək, yəni bunların baxaq son nəticələrin tapılmasına. Baxırıq dividend sütununa. Nə qədərdir? 500-dür. Buraya yazırıq 500. Baxırıq əməkar xərc sütununa. 2000 SMM, 3500 SMM-dən 1500 də bu qədər. Nə qədərlərdir? 4000. Gəlirlər sütununa. Maldan gəlir var, xidmət gəlir. Cəmi 2000, 12 min. 10 min biridir, 2000 də biridir. 10 min mal gəldi, 2000 xidmət gəldi. Baxırıq təsisdən öhdəlikləri. Bizim 15 minimiz buradadır. 20 min də burada. Elədi 35 min. Bu elədi 37 min. 37 min də üstünə 5 min gələndə 42 min. 42 min də üstünə 42 min üstə gələk 1500. Çıxaq 1000. Üstə gəl 5000. Bunlar da üstə gəl 500, çıx 500. Bunlar ehtiyac yox. Elə nədir? 47500.
Deməli, mənim öhdəliyim oldu 47.500. İndi baxaq görək 47.500 vermir. İndi bunları eyni qaydada bizdə nə idi? Öhdəlik üstəcə kapital üstə gəlir çıx dividend. İndi baxaq. Biz eyni qaydada 47.500 üstə gəl. Bir də burada bizim kapitalımız qalmışdı. Kapitalımız nə qədərdir? 5.000. Yəni zaman kapitalımız 5.000. 47.500 üstə gəl 5.000. Üstə gəl 12.000. Çıx 4.000. Və çıx 500. Elədi 60.000. Deməli, bizim cəmi aktivlərimiz oldu 60.000. Çalışın həmişə bunu həm üfüqü bu şaqul olaraq bu cür yəni həm şaqul olaraq aktivlər belə toplayın. Baxasınız, görəsiniz, səhv edirsiniz və ya işarə doğru qoysun, yoxsa yox. Ya da belə üfüq olaraq belə toplayın. Biz bunu üfüq olaraq bunlar bu cür eləyəndə gəldik, aldıq 60.000. Baxaq görə, həqiqətən 60.000-dir. 60.000. Necə eləyəcəyik? Eyni qaydada. Açırıq kalkulyatorumuzu. Baxırıq. 5.000 üstə gəl 15.000 üstə gəl 20.000 üstə gəl 2.000. Bunları həm 4.000 gəlib, həm 4.000 çıxmağa ehtiyac yoxdur. Üstə gəl 5.000. Çıx 3.500. Bu ikisini cəmi eləyib 10.000. Bu ikisini cəmi eləyib 2.000. Çıx 1000. Üstə gəl təkrar 5.000. Çıx 500. Nə qədərdir? 59. Baxdıq ki, biz doğru eləmədik. Baxaq görə biz harada səhv eləmişik. İlk öncə təkrar yoxlayaq bunları. Baxaq. Müəllim, siz mal xərcində 3500-lə 1500-ü toplayıb 4000 qeyd eləmişdiniz. Bəlkə oradan oldu. Bəli, indi baxaq. Bir də yoxlayaq. Bir də öhdəliyi hesablayaq. Baxaq. 15.000 üstə gələk 20.000 üstə gələk 2.000 üstə gələk 5.000 üstə gəl 1500 çıx 1000 üstə gəl 5.000 bərabər 47.500. Demək bizim burada səhvliyimiz yox. Biz %100 düzəl eləmişik. Sadəcə burada bir dənə işarə səhv eləmişik. Baxaq görün. Təkrar yoxlayaq. Çünki bunu hər zaman yoxlamağı tövsiyə edirəm. 5.000 üstə gələk 1500 1500 yox 15.000 üstə gəl 20.000 üstə gəl 2.000 bunu əlavə eləyib çıxmıram. Üstə gəl 5.000 təkrar. Çıx 3.500 üstə gəl 5.000 üstə gəl 2.000 üstə gəl 2.000 çıx 3.500 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 çıx 3.5
Bu cəmi eləyir 10.000. Bu cəmi eləyir 2.000. Çıx 1000. Üstə gəl 5.000. Bunları əlavə edib çıxmaya ehtiyac yoxdur. Bunlarda təkrar çıxaq 5. Çıx 500 yox. Bir dənə də çıx 300 deyim ki. Deməli biz yenə aldıq. Bu bərabərliyi almadıq. Sizcə biz harda səhv eləmişik? Məncə xərcin hesablamağında səhv eləmişik bayaq. Harda səhv eləmişik? Tap gör. 3500-lə 1500-ə 4000 yazmışıq orada. Neçə yazmalıyıq? 5000 yazmalıyıq Ha, da. tamam. Tamam. 5000 yazanda biz necə əldə elədik? Deməli bu 59.000 eləyir. Burada 59.000 eləyir, burada 59.000 eləyir. Yoxsa yox? Bəli. Bu nə qədər elədi? Bu da 59.000. Niyə? Çünki ona görə ki, biz xərci çox oranda ümumi passivlərin miqdarı azalır. Buranı aldıqca 59.000. Razısınız? Baxın, təkrar toplayaq. Deyək ki, 47.500 üstə gəl 5.000 üstə gəl 12.000 çıx 5.000 çıx 500. Biz aldıq 59.000-ə bərabər. Siz də məsələ həlli zamanı nə edirsiniz? İlk öncə çalışın. Hesabatları doğru qoyun 1. İkincisi, birin 5.000, birin və yaxud 500 qeyd eləməyin. Yəni sıfırlara diqqət edin bu iki. Birin hansı məbləğ qədər qeyd elədinizsə, digərinin həm məbləğ qədər qeyd edilməsini diqqət edin. Sonra xüsusən aktivlərin yer dəyişməsi əməliyyatı. Məsələn, bu əməliyyatdadır. Və yaxud ambarda malın çıxışı əməliyyatıdır. Bu və yaxud pulun azalması əməliyyatıdır. Bunlarda minuslara diqqət edin. Və yaxud burada onun kimi. Burada siz bunu minusu qoymasaydınız, burada yenə bərabərliyi almayacaqsınız. Gördünüz? Ya burada toplama çıxmada səhv edə bilərsiniz, ya yerlərini dəyişik qoya bilərsiniz. Məsəl üçün, əmək haqqı öhdəliyin, məsələn, kreditor borcu. Siz səhvən bunu götürərsiniz, bunu da nağd kimi qeyd edib, burada qeyd edirsiniz. Səhviniz olacaqdı. Və yaxud dividend ödənişi var. Siz bunu götürüb, məsəl üçün, qabağına minus qoya bilərsiniz. Burada səhviniz ola bilərdi. Yəni, plus-minus işarələrinə diqqət eləyəsiniz, sıfırlara diqqət eləyəsiniz, mümkün qədər məbləğlərin eyni qədər əks etdirilməsinə diqqət eləyəsiniz. Burada biz aldıq 6 element. Aktiv, öhdəlik, kapitalımızın həcmi, ilkin kapitalımızın miqdarı, cəmi gəlirlər, cəmi xərclər, dividend. Biz burada demişdik ki, bizim xalis və yaxud ümumi mənfəətimiz nəyə bərabər? Ümumi mənfəətimiz bərabər gəlir, çıx xərc. O da bərabər idi. Eləmi? 12.000 çıxılsın 5.000. O da bərabər 7.000. Xalis mənfəət də bərabər idi. Ümumi mənfəət çıxılsın dividend. O da bərabər idi. 7.000 çıxılsın nə qədər? 500. 500. O da bərabərdir 6.500. Və əlavə olaraq qeyd eləmişdik ki, cəmi kapital nəyə bərabərdir?
Yəni nizamlama kapitalı üstə gəl. Yox. Bəli. Nizamlama kapitalı üstə gəl nə? Kimdir? Ümumi mənfəət dividend çıxan nə qalırdı? Xalis mənfəət. Razı. Və yox. Dividend də çıxandan sonra bölüşdürülməmiş mənfəət qaldı. İndi bizim burada mənfəət deyicimiz yoxdur. Çünki ümumi mənfəətdə gəldən xərc çıxan ümumi mənfəət qaldı. Ümumi mənfəətdən də belə bizim burada vergi olanda vergini çıxsaydıq, məsələn, və dividendi də çıxsaydı, vergimiz də sıfırdır, məsələn şərtində yoxdur. Və 500 də çıxsaydıq, alacaqdıq nə? Bölüşdürülməmiş mənfəətimiz nə qədərdir? 6500. Cəmi kapitalımız nəyə bərabərdir? Nizamlama kapitalı üstə gəl, bölüşdürülməmiş mənfəət. O da bərabərdir. Nizamlama kapitalımız nə qədərdir? 5000. Üstə gəl, 6500. O da bərabərdir 11500. Aydındır. 11500. Yəni biz burada nə əldə elədik? Yenə bizim cəmi aktivlərimiz 59.000-dir. Cəmi öhdəliklərimiz olduğu kimi qaldı. Sadəcə bizim cəmi kapitalımızda artım oldu. Artımın səbəbi nədir? 5000 özümdə var idi. 5000 özümdə vardı. 6500 də əlavə gəldi. Oldu 11500. 11500-dən də 47500 toplayanda oldu 59. Gördünüz, dövrün ortasında əməliyyatlar yəni gəlir xərc əməliyyat, dividend əməliyyatlar bu üçü baş verdikcə düstur açıldı, oldu 6 element. Dövrün sonunda gəlirlə xərclər bağladı, dividend də çıxdıq, düsturumuz düşdü 3 elementdir. Və növbəti dövrdə hər zaman başlayanda bu öz başlanğıcı həm cəmi aktivlərdən, həm cəmi öhdəliklər, həm də cəmi kapitaldan götürür.